Hər vaxtınız xeyir olsun. Real sizə Göygöldən xəbər verir. Artıq 5-ci dəfə keçirilən Milli Yaylaq Festivalı artıq bugündən start götürdü və 4-cü dəfədir ki, artıq Göygöl məhz bu festivala ev sahibliyi edir. Burada tədbirin təşkilatçılarından biri olan Gənclər və İdman Nazirliyinin Sağlam Həyat və İdman zonası təşkil olunub. Eyni zamanda Azərbaycan milli adət-ənənələri və idman növləri, milli idman növləri nümayiş olunur və kifayət qədər artıq ilk gün olmasına baxmayaraq kifayət qədər qonağı qəbul edir bura. Onu da qeyd edeyim ki, paytaxt və bölgələrimizlə yanaşı, eyni zamanda xarici qonaqlar da gələrək bizim adət-ənənələrimizlə, milli mentalitetimizlə, milli idman növlərimizlə tanış olurlar. Qeyd edeyim ki, bugündən start götürən Milli Yaylaq Festivalı iyulun 26-sında, yəni 2 gün sonra başa çatacaq. Sabah isə artıq onun rəsmi açılış mərasimi olacaq. Rəsmi açılış mərasimində rəsmi şəxslər iştirak edəcəklər. Eyni zamanda Gənclər və İdman Naziri Fərid Qayıbov iştirak edəcək, rəsmi şəkildə çıxış edəcək və festivalı açıq elan edəcək. Onu da qeyd edeyim ki, artıq təkrar qeyd edeyim ki, 4 ildir Milli Yaylaq Festivalına Göygöl ev sahibliyi edir və kifayət qədər qonağı qarşılayır. Fonda da göründüyü kimi bura gələnlər, gedənlər kifayət qədərdir, maraq kifayət qədərdir, xarici qonaqlar var. Xüsusilə də Türk dövlətlərindən gələn qonaqlar var, hansı ki, onlarla milli dəyərlərimiz ortaqdır və onlar burada vaxt keçirirlər, eyni zamanda bir-birləri ilə. İsa'dan xahiş edəcəm oranı çəksin. Bəli, insanlar burada maraqlı vaxt keçirirlər, şəkilləri çəkdirirlər. Bir daha qeyd edeyim ki, Milli Yaylaq Festivalı iyulun 26-sında başa çatacaq. Sabah isə festivalın rəsmi açılış mərasimi olacaq. Mənim bu saatda çatdıracaqlarım bunlar idi. Siz isə Realı izləməyə davam edin ki, ən son informasiyalardan vaxtında xəbərdar olasınız.